Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər. Bu video vasitəsilə tarix 2025-ci il model test sualları ilə tanış olma imkanı əldə edə bilərsiniz ki, qeyd edərdim ki, martın 11-dən etibarən sürət və sınaq qruplarımıza qeydiyyat başlamışdır. Siz sürət qruplarımıza qoşulmaqla təxmini 2 ay müddəti ərzində sıfırdan bütün mövzuların tədrisi ilə tanış olacaqsınız. İstər Azərbaycan, istər ümumi tarixdən mövzuları tam şəkildə yekunlaşdırıb, mövzular üzrə qəbula düşəcək və qəbulda istifadə olunacaq suallarla, sual tipləri ilə tanış olmaqla həmin o test tapşırıqlarını işləməklə nəticənizi %100 edə bilərsiniz ki, məhz qeyd elədiyim 055 403 37 53 nömrəsinə yazmaqla həm sürət qruplarımız, həm də sınaq qruplarımız haqqında məlumat əldə edə bilər və qeydiyyatdan keçə bilərsiniz ki, qarşıda imtahanlarda iştirak edəcək bütün abituriyentlərə indidən uğurlar arzu edirəm. Birinci sualımıza baxaq. Ömər Muxtarın başçılığı ilə Liviya xalqının azadlıq mübarizəsi nə ilə nəticələnmişdir? Yəni sualın məğzi bundan ibarətdir. Qeyd edim ki, 1923-cü ildən etibarən İtalyanlar məhz Liviya ərazisində soyqırım siyasəti yürüdürdülər və bunun nəticəsi nə oldu? Almaniyada faşizmin devrilməsinə böyük rol oynamışdı. Əlaqəsizdir, hansı ki bu 45-ci ildə baş vermişdir. İkinci Dünya müharibəsi dövründə başlamışdı. Xeyr. Məhz Ömər Muxtarın mübarizəsi İtaliyanın müstəmləkəçilik siyasətinə qarşı baş vermişdi. Hansı ki 1932-ci ildə və Liviyanın müstəmləkəçilikdən qurtulmasına nəticələnmişdi. Xeyr, Fransanın yürütdüyü soyqırım siyasətinə qarşı yönəlmişdi. Bu da doğru deyil. Fransa bu ərazidə soyqırım siyasəti yürütməmişdi. Xəritəyə əsasən dövrün xüsusiyyətlərini ifadə edən doğru cavabları müəyyən edin. Əvvəla xəritəyə baxdıqda biz Gürcü İmeretiya quberniyası və Xəzər vilayətinin olduğunu şahidi oluruq. İstər bu mövzular üzrə, istərsə də digər bütün mövzular üzrə məhz xəritə suallarının izahları da kanalımızda yerləşdirilibdir. Onu da yuxarıda yerləşdirəcəyim linklərdən və şərh bölümündəki digər faydalı video linklərdən izləyə bilərsiniz. Gürcü İmeretiya quberniyası və Xəzər vilayəti isə ümumilikdə mövcud olubdur 1840-46-cı illərdə. Deməli, biz elə cavablar tapmalıyıq ki, bax, bu dövrü əhatə eləsin. Tacirlərdən karvan yollarının qorunması məqsədi ilə rəhdar rüsumu alınırdı. Qeyd edim ki, rəhdar rüsumu 1836-cı ildə ləğv olunur. Deməli, bir nömrəli cavab, hansı ki, bax, bu xəritədə verilən dövr üzrə düzgün ifadə ola bilməz. Məhkəmə işləri rus dilində aparılırdı. Bizə məlumdur ki, tarixi biliklərimizdən istər 1840, istərsə 1866-cı ildə keçirilən məhkəmə islahatlarında, yəni bütövlükdə çarizm dövründə məhkəmə işləri rus dilində aparılırdı. Sənədləşmə, kargüzarlıq işləri rus dilində idi. Deməli ki, doğrudur. Sahibkar kəndləri pay torpaqlarını satın almaq hüququna malik idilər. Bu fikir yanlışdır. Çünki belə bir hüququ sahibkar kəndləri 1870-ci ildə əldə elədilər və 1870-ci il tarixində isə Azərbaycan və Cənubi Qafqaz bilavasitə Gürcü İmeretiya quberniyası və Xəzər vilayətlərinə bölünmürdü. Artıq quberniya sistemi idi. 3 ona görə yanlış olur. Ali müsəlman zümrəsinin hüquqları tənzimlənmişdir. Biz məhz ali müsəlman silkinin yaradılmasının, həmçinin bəy və ağalarla bağlı reskriptin verilməsini nümunə verə bilərik 1843-46-cı illəri və həmin o hadisələr də hansı ki, bax bu qurduğumuz intervala, yəni Gürcü İmeretiya quberniyası və Xəzər vilayətinin mövcudluğu dövrünə uyğun gəlir. Elə isə cavabımız oldu, deməli 2 və 4 A bəndi. Burada demək oldu C, burada da oldu A bəndi. Üçüncü suala baxırıq. Qafqaz müharibələri dövrünə aid deyil. Qafqaz müharibələri hansı ki, Çar Rusiyasının müstəmləkə siyasətinə qarşı baş vermişdi. Ümumilikdə Şeyx Şamilin dövründə daha geniş vüsət alır və onun qurduğu İmamət dövləti Çar Rusiyasına qarşı 25 il qəhrəmancasına mübarizə aparırlar. İstər Osmanlıdan, istər Şimali Azərbaycandan aldıqları dəstəklər nəticəsində. Yəni A variantı ümumilikdə doğrudur. Şeyx Şamilin rəhbərliyi ilə başlaması. Bax, bu fikir yanlışdır. Çünki 19-cu əsrin əvvəllərindən etibarən artıq bu mübarizə var idi. Şeyx Şamil 1834-59-cu illərdə rəhbərlik eləyibdi və 1864-də də bu hərəkat başa çatıbdı. Yanlış cavabımız elə B-dir, hansı ki, müridizm bayrağı altında birləşmişlər və yekunda məğlub olmuşdular. 3-də cavabımız B oldu. 4-cü sualda hadisə nəticə əlaqələrinin səhv göstərildiyi bəndi müəyyən edin. Bizə yanlış cavab lazımdır. Fikrimizi bura yönəldək. Qaraxanlı Satuq Buğraxan İslam dinini qəbul etdi. 932-ci ildə və beləliklə deyir, Türkistan ərazisində əhalinin böyük hissəsi də bu dini qəbul etdi. Bu doğrudur. Bizə yanlış lazımdır. Mahmud Qəznəli Hindistan üzərinə yürüş etdi. Qeyd etmək lazımdır ki, Mahmud Qəznəlinin hakimiyyət dövründə xarici siyasətinin əsas istiqaməti Hindistanın o zəngin ərazilərini ələ keçirmək uğrunda olubdu. Və deyir, Samanilər dövləti süquta uğradı.
Əvvəla Samanilər dövlətinin Mahmud Qəznəvinin Hindistana yürüşündən heç bir əlaqəsi yoxdur və ən əsası da Samanilər dövləti Qaraxanlılar dövləti tərəfindən süquta uğradılıbdır. Beləliklə yanlış cavabımız B-dir. C variantında Əbu Müslim üsyanı yazılıb, 750 olub, Əməvilərin hakimiyyətinə son qoyulub, doğrudur, hansı ki Abbasilər hakimiyyətə gəlir. Ərəblərin Qafqaz hücumu ilə Xəzər-Ərəb müharibələri olur, doğrudur. Ərəblərin Bizansı məğlub etməsinlə Misir, Suriya və Fələstin kimi ərazilər işğal edilir, bu da doğrudur. 4-də də cavabımız oldu B. 5-ci suala baxaq. Xəritədə şairələnmiş dövlətin Azərbaycan ilə bağlı siyasətini müəyyən edin. Xəritədə şairələnən dövlət məhz İngiltərədir. Xəritədə kim hansı çətinliyi çəkirsə, yenə deyirəm, yuxarıda yerləşdirdiyim linklərə daxil olub və o xəritə izahlarından tanış ola bilərlər. Beləcə xəritəni asanlıqla öyrənəcəklər. İngiltərənin 17-ci əsri və İngiltərənin 20-ci əsri. Səfəvilər dövlətinə Portuqaliyaya qarşı mübarizədə hərbi yardım göstərməsi. Biz qeyd edə bilərik 1622-ci ildə məhz onların köməyi ilə Şah 1-ci Abbas İran körfəzindən, Hörmüzdən o Portuqalları qovur. Yəni A bəndini qeyd eləmək olar. Birinci uyğunluqda. Azərbaycan ipəyini Volqa-Xəzər yolu ilə Qərbi Avropaya daşımaq hüququnu əldə etməsi. Bu Rusiya tarixinə aiddir. Bunu çıxırıq, hansı ki Şah Süleymanın imzaladığı müqavilə ilə. Müqəddəs birliyə qoşulmaq təklifi ilə Səfəvilər dövlətinə elçilər heyəti göndərməsi. Əvvəla İngiltərə o dövrdə müqəddəs birliyin üzvü deyildi və bu Şah Süleymana belə bir təklif göndəriləndə o da buna etiraz eləmişdi. Yəni bu İngiltərə tarixlə bağlı deyil. Birdə yalnızca A variantı uyğun gəlir. Deməli 2 dənə cavab ola bilər. Ya A, ya da C variantı. İkinci tərəfə baxırıq. 20-ci əsr tarixinə. Bakının neft sənayesinə ilk dəfə kapital qoyması. Qeyd eləyək ki, ingilislər Qubbardın vasitəsilə 19-cu əsrin 90-cı illərində Bakı neft sənayesinə kapital qoyuluşu etmişdilər. Yəni 20-ci əsrdə ilk dəfə deməyimiz yanlış olardı. Azərbaycanın dövlət müstəqilliyini tanıması. Azərbaycan 20-ci əsrdə 2 dəfə müstəqillik əldə edibdi. Biz Cümhuriyyətimizi də nəzərdə tuta bilərik, hansı ki müasir respublikamızda və İngiltərə müstəqilliyimizi tanıyıbdı. Müasir respublikanın hansı tarixdə tanıdığı bizə konkret olaraq bəlli deyil, təşkillərimizə əsasən, amma təbii ki İngiltərə Azərbaycan müstəqilliyini tanıyıb. Hər bir halda Cümhuriyyətimizin müstəqilliyinin tanınmasından da bu variantı ilə doğru götürə bilərdik. C variantına baxırıq. Moskva və Qars müqavilələrinin bağlanılmasında iştirak etməsi. Bu müqavilələr 1921-ci ildə imzalanıbdır. Orada hansı ki Türkiyənin Rusiyanın adını çəkmək olar. Yəni İngiltərənin əlaqəsi yox idi. 1A, 2B cavabımız oldu. Burada da A bəndi. Bu neçənci sual oldu? 5. Deməli 5də cavabımız oldu A bəndi. Baxaq 6-cı suala. Alban hökmdarı 2-ci Vaçenin Sasanilərə qarşı azadlıq hərəkatına başçılıq elədiyi əsrdə Qərbi Roma və Axun dövləti. Deməli, söhbət gedir 5-ci əsrdən. 5-ci əsr Qərbi Roma tarixi, 5-ci əsr Axun dövlətinin tarixi. Rəsmi olaraq iki hissəyə parçalanması. Əvvəla Roma imperiyası özü 395-də iki hissəyə parçalanır. Qərbi Roma və Şərqi Roma yaranır. Yəni Qərbi Roma sonradan özü iki hissəyə parçalanmır. Bu fikir həm cümlə olaraq yanlışdır, həm də əsr olaraq zaten uyğun gəlmir. Attilanın başçılıq elədiyi türklərin hücumuna məruz qalıb. Bəli, bu doğrudur. Hansı ki biz Katalandan sonrakı tarixi nəzərdə tuta bilərik. Ölkənin vandallar tərəfindən talan edilməsinin qarşısı alına bilmədi və bu Roma imperiyasının Qərbi Romanın süqutunu sürətləndirdi. Beləcə məhz German tayfaları tərəfindən də elə Qərbi Romanın varlığına 476-da son qoyulmuşdu. Deməli 1-ə B ilə C-ni qeyd edə bilərik. Qalır yenə ki cavabımız. İkinci tərəfə baxırıq, Axun dövlətinə. Məzdəkilər hərəkatının yatırılmasında Sasanilər dövlətinə kömək eləyibdi. Bəli, 1-ci Qubada köməklik göstəribdi Axunlar. Lakin Məzdəkilər hərəkatı 6-cı əsrdə yatırılıbdı. 481-529-da olub. Bu yanlışdır. Axsuvar xanın başçılığı ilə Sasanilərə qarşı qalibiyyətli müharibələr aparılmışdır. Axsuvar xanın dövründə bir sıra uğurlu müharibələr aparılmışdı. Hətta Firuz Şahın hakimiyyətə gəlməsinə belə köməklik göstərmişdi. Demək ki, B variantı doğrudur. 5-ci əsrdə olmuşdu bu müharibələr. 430-da hakimiyyətə gəlmişdi Axsuvar xan. Göytürklər hücum edibdi Axun üzərinə, lakin 567-də hücum eləyiblər. Bu da 6-cı əsr uyğun gəlir. Bizə 5-ci əsr lazım idi. 1BC, 2B cavabımız oldu 6-da, demək C bəndi. 6-cı sualda. Baxaq 7-də. Qədim Çində Sin sülaləsinin hakimiyyəti dövründən fərqli olaraq Xan sülaləsinin hakimiyyəti dövründə nə baş vermişdi? Bax, bu tipli testləri biz sınaq qruplarımızda abituriyentlərimizlə
işləmişik və işləməyə də davam eləyəsik. Az öncə də xatırlatdığım kimi martın 11-dən etibarən həmin o qruplarımıza dərslər başlayır, qoşula bilərsiniz qeyd olunan nömrəyə yazmaqla. Konfutsi təlimi rəsmi ideologiyaya çevrildi. Sin sualəsi qadağan edir, Xan sualəsi bunu rəsmi ideologiyaya çevirir. Yəni bu doğrudur. 1. Böyük Çin səddinin inşasına başlanıldı. Səddin inşası eramızdan əvvəl 214-də başlayır. Bu da Sin sualəsi dövründən başlamışdı. Mərkəzləşdirilmiş idarəetmə sistemi ilə Sin sualəsində var idi. Hun dövləti Pinsen müqaviləsini imzalayır. Hun dövləti ilə eramızdan əvvəl 200-də, bu da Xan sualəsi dövründədir. Hətta qeyd edeyim, Xan sualəsinin hakimiyyət dövrü eramızdan əvvəl 206-cı ildə başlamışdı. Bizim eranın 3-cü əsrin əvvəllərinə qədər də davam eləmişdi. Avropaya gedən ticarət yollarına çıxış əldə etdi. Söhbət gedir eramızdan əvvəl 2-ci əsrdə salınan İpək yolundan və bu da Xan sualəsi dövründə olmuşdu. Demək 1-4-5 D variantı oldu cavabımız. Ərdəbil və Qaradağ xanlıqları hər ikisi cənub xanlıqlarıdır. Bayat savaşında iştirak etməsi bunu Ərdəbilə aid eləyə bilmərik. Şəki xanlığına qarşı hətta hər ikisinə aid eləyə bilmərik. Bayat savaşında çünki Qarabağ, Şəki xanlıqları üzbəüz gəlmişlər. Şamaxı müttəfiqi idi. Şəkillərlə məliklər dəstək olurdu. Şəki xanlığına qarşı hərbi ittifaqda idilər. Söhbət Qızılqaya xəyanətindən gedir. Orada da iştirak eləməyibdi Ərdəbil. Quba xanlığının hücumuna məruz qalıb Ərdəbil, Qaradağ onların hücumuna məruz qalmayıb. A, B və C variantlarını çıxdıq. 18-ci əsrin sonlarında yox, bu xanlıqlarımız 18-ci əsrin ortalarında yaranıblar. Hər ikisi bir müddət Qarabağdan asılı halda olublar. Hətta Qaradağ xanlığının varlığına Qarabağ xanlığı özü son qoyubdu. Xoy xanlığı ilə birləşərək cavabımız oldu E bəndi. 9-cu sual Eylerven diaqramı. Bunu işləməyin asan üsulu nədir? Həmişə ortaq cavabı tapmaq. Üçlü Eylerven diaqramlarında 16-cı əsrin ilk 10 illiyində Səfəvilərlə müharibə aparılması. Hansı ki bu dövrdə məhz Qaraqoyunlu dövləti mövcud deyildi. Bundan əlavə olaraq qeyd edə bilərik ki, Osmanlı dövləti də 16-cı əsrin ilk 10 illiyində müharibə aparmayıbdı. İkinci 10 illiyində 1514-cü ildə Çaldıran döyüşündə müharibə aparıbdı. Deməli, söhbət burada Ağqoyunludan gedir, 1503 Alma bulağı döyüşündən. Oğuz türklərinə olan sülalələr tərəfindən idarə olunması təbii ki, hər üçü Oğuz mənşəli dövlətlər idi. Teymurilərlə müharibələrin aparılması yenə hər üçünə aiddir. Ağqoyunlular 1468-69-da, Osmanlı 1402-də, Qaraqoyunlular 1421, 1435 və digər tarixlər. B ilə C ortaq fikirdir və gördüyünüz kimi 4-ə B ilə C-ni verməklə bir variant qalır, o da A bəndidir. Digərlərdə həqiqətən doğrudur. Avropada ərazilər Osmanlıya aiddir. Avropada gedən 100 illik müharibə 1337-1453-dür. Qaraqoyunlu da 1410-da yaranıbdır. E bəndi də gedir burada Qaraqoyunluya. 10-cu suala baxaq, doğru cavab hər zaman olduğu kimi qəbul imtahanında da təbii ki, ibtidai icma quruluşu ilə bağlı sualdan istifadə olunacaqdır. Ümumiyyətlə qəbul imtahanında hansı suallar, mövzular düşə bilər? Bu barədə mən hər il paylaşımlar eləyirəm. Bu ildə mütləq belə maarifləndirici videolar kanalımızda yerləşdiriləcək. Hansı mövzular, hansı sual tipləri düşə bilər? Bax, bu barədə qarşıdakı dövrlərdə sizə ətraflı video izahlar çəkib paylaşacağım. İnsanlar bağçılıq və bostançılıq ilə məşğul olurdular neolitdə, xeyr, Orta Tunc dövründə. İlkin şəhər mərkəzləri yarandı, əkinçilik maldarlıqdan ayrıldığı dövrdə. İlkin şəhər mərkəzləri Orta Tuncda yaranıbdı, əkinçilik maldarlıqdan ayrılıbdı, Erkən Tuncda. Deməli, 1-2 yanlışdır. Həqiqətən də tayfada bərabərsizlik ata xaqanlığı dövründə yaranır. Metaldan ilk əmək alətləri eneolit dövründə hazırlanır. Tox əkinçiliyi də o dövrdə inkişaf eləyirdi. 3-4 C variantı doğrudan da düzgün fikir oldu. 2020-ci il Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror əməliyyatlarının arasındakı dövrə aiddir. Nəzərinizə çatdırım ki, məhz antiterror əməliyyatları ilə bağlı əvvəllər məqalə istifadə olunurdu. Din məqalə hansı ki paylaşmışdı. O məqalə artıq keçərsizdir. Sırf 9-cu sinif Azərbaycan tarixində olan məlumatlar əsasında siz məhz hazırlaşmalısınız antiterror əməliyyatları ilə bağlı olan məsələlərə. Naxçıvanda Günnüt əməliyyatının keçirilməsi 2018, Dağlıq Qarabağ, Qondarma Dağlıq Qarabağ Respublikasının buraxılması hansı ki antiterror əməliyyatlarından sonraydı. Onlar 2024-ün yanvarın 1-dən etibarən tam olaraq fəsh edilmişdi, yəni bir növ desək. Xankəndi şəhərində Zəfərin 3-cü il dönümü münasibətilə paradın keçirilməsi, Zəfər paradı Xankəndidə həmən o Zəfər meydanında 2023-cü ilin noyabrında keçirilmişdi ki,
C variantı yanlışdır. Azərbaycan ordusu tərəfindən Talış yüksəkliyinin azad edilməsi 2016-cı il aprel döyüşləri zamanı olmuşdu. Bu ümumiyyətlə hər ikisindən əvvələ düşür. Burada E variantı qisas hərbi əməliyyatı bizim hərbi qulluqçumuzun şəhid edilməsinə qarşılıq olaraq həyata keçirilmişdi. Məhz 2022-ci ilin avqustunda. Deməli 20-ci illə 23-cü ilin aralığında olan dövrə düşür E bəndi qisas hərbi əməliyyatları. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə də şəfa diləyək məhz bu test ilə izahı vasitəsilə. 1870-ci il kəndli əsasnaməsinə görə kəndlərə verilən hüquqlar və onların üzərinə düşən vəzifələr nədən ibarət idi? Pay torpaqlarının satın alınması onların hüququ idi, satın ala bilərdilər. Kim ki, yəni maddi imkanı buna yetirdisə. Amma satın almaq üçün dövlət heç bir maliyyə yardımı göstərmir 1870-də. Meşə, çəmən, otlaq sahələrindən pay ayrılması bu da öz əksini tapır. Bu 1903-dədir. Bir də təkcə A olur. Elə ondan da cavab tapmaq olur. Baxaq bu biri tərəfə doğruluğunu yoxlayaq. Pay torpağını satın alana qədər sahibkarlara vergi ödəməli idilər. Bəli. Sahibkarların xeyrinə biyar yerinə yetirməlidirlər. Belə bir vəzifəsi yox idi. Vəzifə nədir? Həmən o kəndlinin, həmən o insanın məcbur gördüyü işlərdir. Yəni bu məcbur deyildi. Onun əvəzinə pul ödəniş eləyə bilərdi. Öz pay torpaqlarını məcburi sürətdə satın almalı idi. Xeyr, bu da 1912-13-cü il aqrar qanunlarında öz əksini tapmışdı və cavabımız oldu C bəndi. Roma imperiyasının Konstantinopoldan idarə edildiyi dövrə aiddir. Yəni nə demək istəyir şərtdə? Onu demək istəyir ki, konkret olaraq Roma imperiyasının paytaxtı bax 330-da köçürülür Konstantinopola. Yəni Konstantinopolun paytaxt olduğu dövrlərə aid düzgün fikirləri yazın deyir. Biz intervalımızı qurmalıyıq ki, sonra testimizi işləyək. Yəni məsləhət hər zaman bunu görürəm abituriyentlərə, çünki abituriyentlər məhz imtahanda həyəcan və digər amillərdən dolayı çaşqınlıq baş verir. Ona görə ən yaxşısı il intervalı qurmaqdır. Xristianlara açıq ibadət etmək hüququ 313 Milan fərmanıdır. Konstantinopolun paytaxt olduğu dövrə düşmür. Roma ordusunun Sasani Alban qoşunları tərəfindən məğlub edilməsi 359 Amid döyüşüdür. Bu uyğun gəlir. 2. Ərazisinə Frank dövləti yarandı. Roma imperiyasının süqutundan sonra, hətta Qərbi Romanın süqutundan sonra 5-ci əsrin sonlarında əlaqəsizdir. Təkcə qaldı. 2. Cənubi Qafqazın bölüşdürülməsinə dair Sasanilərlə müqavilə Bizansda imzalayıbdı, Roma imperiyası imzalayıbdı. Roma imperiyası da məhz o dizrafda itirdiyimiz torpaqları geri qaytardığımız müqavilədən söhbət gedir. 387 imzalanan, o da bu intervala uyğun gəlir. Parfiya ilə müharibələrin aparılması, yeni ərazilərin ələ keçirilməsi. Qeyd edelim ki, Parfiya dövləti bu dövrdə mövcud deyildi. Paytaxt Konstantinopol olanda. Çünki Sasanilər son qoyur Parfiyaya və sonra Sasani dövləti yaranmışdı. Cavabımız oldu 2-4. 14-cü suala baxaq. Şah 2-ci Abbasın hakimiyyət dövrü Azərbaycan Səfəvi dövlətinə xristian əhalisinin hüquqları nələr idi? Qeyd edelim ki, hər il mütləq Səfəvilərin 17-ci əsrindən sual var və hansı il, hansı proqnoz kanalımızda paylaşılıbsa da hər zaman da sual tipinə qədər, uyğunluğuna qədər həmişə öz doğruluğunu, isbatını tapıbdır. Keçən ildə, ondan əvvəlki illərdə də hansı suallar, hansı mövzular, hansı tipdə düşə bilər, bax onların paylaşımları məhz sübut ola bilərsə. Burada da deməli, dövlət dairəsində vəzifə tuta bilər xristianlar, bəli. Onlara hansı ki güzəştlər edirdi və hətta ermənilər ticarət karvanları göndərə bilərdilər Osmanlı şəhərlərinə. Gürcülərə vəzifələr verirdi, ermənilər ticarət karvanları göndərə bilərdilər. 1-2 doğrudur, 8-ci sinif Azərbaycan tarixi dərsində öz əksini tapıb bax bu məlumatlar. 1-ci Pyotrun Qafqazdakı işğallarını dəstəkləyirdi. Xeyr, əvvəla Şah 2-ci Abbasla 1-ci Pyotr eyni dövrdə yaşamayıblar, hakimiyyətdə olmaları uyğun gəlmir və hərbi xidmətə görə iqta paylanılmırdı. Səfəvilər dövründə tiul paylanırdı və xristianların da belə bir hüququn olduğu onsuz da qeyd edilmir dərsliyimizdə. 1-2 A bəndə olur doğru cavabımız. 15-ə baxaq. Azərbaycan SSR-də 20-ci əsrin 30-cu illərində kənd sakinlərinin şəhərə köçməsinə yeni məhdudiyyətlər qoydu. Hansı ki 1932-ci ildə pasport sisteminə keçid olunur. Pasport sisteminə keçid olunduqdan sonra yalnız şəhər əhalisi ala bilərdi bax bu pasportu. Kəndlərə pasport verilmirdi. Yəni pasport sisteminin tətbiqi nəticəsində sadə sualdır, çox ətraflı izah verib videonun vaxtını uzatmaq istəmirəm. 14-cü əsrin 40-cı illərində Təbrizdə baş vermiş üsyanın səbəbi nə idi? Bunu demək, əvvəla birbaşa cavabını da demək olar, amma məntiqlə də bu testi işləmək olardı. Monqolların Azərbaycana hücumları yoxdur bu dövrdə. Məhz onların 1220-22, 31-39, 1256-58-də olub hücumları. Söhbət 1340-lardan gedir.
Qazan xan təhkim eləyir kəndləri 1303-də. Şəhərin Toxtamışın qoşunları tərəfindən dağıdılması 1385-də. Əlincə qalası 1400-də tutulub, Təbrizin əlaqəsi yoxdur və Çobani zülmünün şiddətlənməsi Məlik Əşrəfə qarşı 1344-cü il üsyanı idi doğru cavabımız. 20-ci əsrin ilk və sonuncu 10 illiyi Azərbaycanda nə baş verib? Sosializmdən kapitalizmə keçid hökm sürürdü. Bu hansı ki 90-cı illəri qeyd edə bilərik. 20-ci əsrin sonuncu 10 illiyini, ilk 10 illiyini yox. Hətta sosializm quruculuğu dağılmağa başladı 80-ci illərin ikinci yarısından etibarən. Hər bir halda A variantı cavabımız deyil. İqtisadiyyatın əsas gəlir mənbəyi olaraq qeyri-neft sektoru idi. Xeyr, neft sektoru idi. Əvvəla 20-ci əsrin ilk 10 illiyində Azərbaycan Çar Rusiyasının tərkibində idi. 20-ci əsrin son 10 illiyində isə Azərbaycan əsrin müqaviləsini imzaladıqdan sonra əsas ixrac etdiyi məhz bizim qara qızılımız idi və onun sayəsində iqtisadiyyatımız inkişaf eləyirdi. Yəni B, bax buna görə yanlışdır. Qanunverici orqana seçkilərdə məhdudiyyət artmaqdaydı. 20-ci əsrin son 10 illiyi Azərbaycan demokratik inkişaf yolu keçirdi və demokratik seçkilər var idi. İlk 10 illiyə bunu aid eləmək olar, amma dumalarda olan seçkilərdə, amma bunu son 10 illiyə aid eləmək olmaz. Dinc əhali erməni hücumlarından əziyyət çəkirdi. Hansı ki 1905-6 erməni soyqırımları var Azərbaycanımızın bölgələrində və elə 1-ci Qarabağ müharibəsini qeyd edə bilərik. Hansı ki dinc sakinlərə qarşı ermənilər tərəfindən misli bərabər görünməmiş bax elə soyqırımlar, Xocalı soyqırımını, Qaradağlı faciəsini və digər faciələri biz bunu deyə bilərik. D variantı olur cavabımız. Respublikada hüquqi dövlət quruculuğu davam edirdi fikri niyə yanlış ola bilər? Bunu 20-ci əsrin son 10 illiyinə aid edə bilərik, amma ilk 10 illiyinə yox. Çünki bir daha qeyd edelim, Azərbaycan 20-ci əsrin ilk 10 illiyində, yəni 1901-10-cu illərdən söhbət gedir. O dövrdə Çar Rusiyasının tərkibində idi. 8-ci əsrin əvvəllərində ərəb xilafətinin Azərbaycandakı siyasəti Bərdə ərəb əmirliyinin mərkəzinə çevrildi. 705-də Albaniyanın süqutundan sonra, yəni Mehranlilərin hakimiyyətinə son qoyulandan sonra bəli, doğrudur. Azərbaycan bütövlükdə Şimal Qustunun tərkibinə daxil idi. Əvvəla Qust ifadəsi məhz Sasanilərin dövründə olubdu. Ərəblərin dövründə əmirlik idi. Yenə də fikir yanlışdır. Mehranlilərin hakimiyyətinə son qoyuldu 705-də 1-3 doğru fikirdir. 4 niyə yanlışdır? Ərdəbil şəhərini cizə vergisindən azad elədi. Belə bir ifadə yoxdur ümumiyyətlə dərslikdə. Xərac vergisi torpağın sayəsine görə toplanmağa başladı. Bu da Abbasilərin dövründə olmuşdu. Torpağın sayəsine görə vergilərin toplanılması. 1-3 demək B variantı. Parlamentin dövrünə aiddir. Azərbaycan türk dilinin dövlət dili elan olunması 18-27 iyundadır. Parlament də 1918 dekabrın 7-sində fəaliyyətə başlayıb. Onun fəaliyyətindən əvvəldə 2-ci hökumətə düşür. 2-ci hökumət o zaman qanunverici orqanı idi. Dövlət bayrağının qəbul edilməsi, 2 dəfə bayraq qəbul edilib, hər ikisində də yenə 2-ci hökumət idi, qanunverici orqan. Paytaxtın Bakıya köçürülməsinin qərarı oldu. Hansı ki, bu da yenə 2-ci hökumətin qanunverici orqan olduğu dövrdədir. Sentyabrın 15-də vətəndaşlıq haqqında qanun, amma 1919-cu ildə məhz parlamentin qanunverici orqan olduğu dövrdədir, fəaliyyəti dövründədir. Baxaq, demək bu neçənci sualdır? 20-ci sual. 20-ci sualda durğunluq dövrünə aid olanları tapın. Durğunluq dövrü başlayıb Osmanlıda 16-cı əsrin 70-ci illərin sonlarından 1699-a qədər. Köhnə dərslərdə var idi, həmən o Karlovitsa sülhünün imzalandığı dövrə qədər. Köprülü Mehmet Paşanın Çanaqqalada Venesiyalıları məğlub etməsi, hansı ki durğunluq dövründədir, 17-ci əsrin ortalarındadır, uyğun gəlir. Sədrəzəm İbrahim Paşanın islahatlar keçirməsi, o Lale dövrü islahatlarının iştirakçısı olubdur, yəni 1703-1730-cu illər dövründə. Bu da Osmanlının durğunluq yox, geriləmə dövrünə təsadüf eləyir. 3 yenə Osmanlının durğunluq dövründə, hansı ki Sədrəzəm Köprülü Mehmet Paşanın və onun davamçısı Fazil Əhməd Paşanın dövründə olub bax bu hadisə. Ukrayna uğrunda Rusiya və Respublikanın məğlub edilməsi. Qara dənizdə deməli tək başına hakimiyyətinin başa çatması Kiçik Qaynar cadı. Bu da geriləmə dövrünə düşür. Prut müqaviləsi də 1711 geriləmə dövrünə təsadüf eləyir və ona görə cavabımız olur 1-3 D variantı. Ümumiyyətlə hər hansısa bir sualla bağlı çətinliyiniz qaranlıq bir məqam qalarsa mütləq şərh bölümündə qeyd edin. 21 sadə sualdır. Salarilər dövlətinin mövcudluğu 941-81 o dövrdə yaranıbdır. Şəki hakimliyi yox, 9-cu əsrin 60-cı illəri, bu 8-ci əsrdədir. Dəbil əmirliyi 951-də.
C variantı. 22-də deməli xəritədə rəqəmlər göstərilmiş dövlətlərin, yəni 1 İngiltərə, Rusiya və Türkiyə, Fransadan fərqli cəhətlərini göstərim. 1-ci Dünya müharibəsi illərində. Onda 1-ci Dünya müharibəsi də bu Osmanlı olur. Deməli biz elə cavablar tapmalıyıq ki, həmən o xüsusiyyətlər, həmən o dövlətin Fransadan fərqli xüsusiyyəti olsun. Yəni sırf həmən dövlətə aid olsun, Fransa ilə ortaq xüsusiyyəti olmasın. Məsələn, birinciyə baxaq İngiltərə ilə bağlı olan cavablara. Bu yeni tərtib olunan sual tipidir. Məhz ilk dəfə model testdə tətbiq olunub. Bax bu nəşrdə. Qeyd edeyim ki, Dövlət İmtahan Mərkəzi tərəfindən hər dəfə yeni sual tipi növbəti imtahanlarda, qəbul imtahanlarında istifadə olunur. Linkdən bax bu sual tipini öyrənək. Donanmasını Çanaqqala boğazına yeritdi. İngiltərə də öz donanmasını Çanaqqala boğazına yeridibdi. Fransızlar da, yəni bu Fransa ilə İngiltərənin fərqli oxşar xüsusiyyətidir. Bizə fərqli xüsusiyyət lazımdır. Tank və təyyarə istehsalına görə Almaniyadan öndə idi. Belə bir xüsusiyyəti bunlara aid edə bilmərik. 2-ci Dünya müharibəsi illərində tank, təyyarə istehsalı artmışdı, amma yenicə orada da demək olmazdı. Cənubi Azərbaycan ərazisini işğal elədi. İngiltərə bəli, işğal edibdi, hansı ki Rusiyada 1917-ci il fevral burju inqilabından sonra ingilislər Cənubi Azərbaycanı nəzarət ələ keçirdilər. Fransa isə belə bir addım atmır. Deməli, bir də cavabımız oldu C. Artıq cavabımız məlum olur. Amma yenə də biz baxaq. Üçlər İttifaqı tərəfindən müharibəyə qoşulmuşdu. Osmanlı, bəli, 2-yə gedir A, Fransa qoşulmayıb. Üçlər İttifaqı yox, Antantanın üzvüdür. Ərazisinə fəal hərbi əməliyyatlar aparılırdı. Fransanın ərazisində də olubdu müharibə, Osmanlıda da. Yəni bu da ortaq xüsusiyyətdir, fərqli deyil. Heç bir hərbi ittifaqa qoşulmayıb. Bu fikir ümumiyyətlə yanlışdır. Osmanlı qoşulub bax Üçlər İttifaqına. Deməli 1C2A, həqiqətən də elə cavabımız E-dir. Baxaq yenə Rusiya tərəfinə. Alman qoşunlarının hücumuna məruz qalıbdı. Həm Rusiya, həm Fransa. A ortaq fikirdir. Cənubi Azərbaycan ərazisində Osmanlı qoşunlarına qalib gəlibdi. Bəli, Rusiya qalib gəlibdi. Separat sülh, hansı ki Brest-Litovsk imzalayıbdı Rusiya, amma Fransada belə bir xüsusiyyət yoxdur. Deməli 1C, 2A, 3BC ola bilər. Açıqladıq bunda. Azərbaycanda Böyük Səlcuqlu dövlətinin hakimiyyət dövrünə aiddir. Yəni 11-ci əsrin ortalarından hakimiyyət olurlar. 1054-də Cənubu, 1066-da isə bütövlükdə Azərbaycanı tuturlar. Bu dövrdə də Sacilər dövləti mövcud deyildi. Bizans və müttəfiqlərinə qarşı Şəddadilərlə birgə müttəfiqlik əlaqələri mövcud idi. Rəvvadilərin də varlığına 1065-də son qoymuşlar. 3-də yazmaq olar. Azərbaycan ilk dəfə Türk sülaləsi tərəfindən Vaydalda birləşdirilmişdi. Saclərin dövründə yanlışdır. 10-cu əsrin təxminən 20-ci illərində İqta torpağı ləğv olunmuşdu. Xeyr, istifadə olunurdu. Deməli 2-3 olur 23-də cavabımız. Aid olanlar istəyirdi də, bəli, aid olanlar 2-3-dür, aid olmayanlar 1-4-5 olardı. Arad da məhz bu il Dövlət İmtahan Mərkəzinin qəbul imtahanına düşəcək o mövzular siyahısında yer tapıbdı. Artıq uzun illərdən sonra yenidən Arad da mövzusu proqramda öz əksini tapdı. Həmin o proqramı da paylaşmışdım məhz YouTube kanalımızda, onu da qeyd eləyərəm linkini. Hansı mövzular düşür və yaxud da düşmür. Araddanın deməli Manna ilə oxşar xüsusiyyətləri. Şumer şəhər dövlətləri ticarət əlaqələri bu Araddaya aid olar. Ensi məsələsi Aradda da olar. Urartu dövlətinin işğalçılığına qarşı mübarizə bu Mannadadır. Hər ikisi Urmiya göl hövzəsində meydana gəlibdi və müxtəlif tanrılara sitayiş, yəni çox tanrıçılıq hər ikisinə var. Ortaq xüsusiyyətlər kimi 4-5-i qeyd edə bilərik. Türk mənşəli olması verilsəydi onu da yaza bilərdik. İzahların doğru verildiyi sətirlər, bəndlər hansılardır? Hər zaman soyuq müharibə dövrünə aid bir sual var. Sədçəkmə siyasəti SSR-nin təsirinə qarşı Prezident Truman tərəfindən Avropa dövlətlərinə hərbi yardım edilməsi təklifi idi. Bunu doğru qəbul etmək olar. Bəli, bir doğrudur. Dəmir pərdə bloklara daxil olmayan 3-cü dünya ölkələrinin xarici siyasəti idi. Xeyr, dəmir pərdə ifadəsini Fultondakı çıxışı zamanı məhz Churchill işlətmişdi. Yəni bu əlaqəsizdir. Bu ikinci hissə. Strateji müdafiə təşəbbüsü Ronald Reaganın dövründə qəbul edilmişdi. Sovet raket təhlükəsinin kosmosdan məhv edilməsi məqsədi ilə qəbul olunmuşdu. Deməli 1-3 doğrudur. 4 niyə yanlışdır? Çünki buzların əriməsi dövrü çox qütblü dünya nizamının dağıldığı zaman kəsiyi deyil. Buzların əriməsi dövrü Stalinin vəfatından sonra hansı ki məhz Amerika ilə SSR-nin müəyyən qədər yaxınlaşması hesab olunur ki, 1-3 burada doğru izahlardır, 2-4 yanlış izahlardır. Situasiyamızda 1586-cı ildə
Daha doğrusu biz 26-27-yə baxmadıq. Gəlin bunlara da baxaq, tələsməyək. Kitab Dədə Qorqud dastanının 1300 illik yubileyinin keçirilməsi 2000-ci ildə keçirilmişdi. Azərbaycanın 1-ci Avropa oyunlarına ev sahibliyi 2015. Bakıda beynəlxalq muğam demək bu festival 2009-dan etibarən keçirməyə başlayıb. Türksoyda 93-cü ildə deməli yaranmışdı ki, burada ardıcıllığımız olur 4-1-3-2. Avropa 13-cü əsr və 15-ci əsr Norman Hersoqu İngiltərəni işğal elədi. 1066-da 11-ci əsrə düşür. Baş ştatlar 1302-14-cü əsrə uyğun gəlir. Konstantinopolda Latin imperiyası 1204-61 13-cü əsrdir. Vahid İspaniya krallığı 15-ci əsrdir 1479. 1C2D. E bəndi də ümumiyyətlə heç birinə getmir. Çünki dini müharibələr 1648-də başa çatır 30 illik müharibədən sonra 17-ci əsr. 1C2D oldu. İndi situasiyanı oxuyub cavablarına baxa bilərik. 1586-da Səfəvi şahı Osmanlı dövləti ilə barışıq imzalamaq üçün danışıqlara başlamağı təklif eləyir. Osmanlı divanından buna cavab olaraq Gəncənin və Qarabağın Osmanlılara təslim edilməsi tələb olunur. İstanbulda aparılan danışıqların uğursuzluqla nəticələnməsinin səbəblərindən biri qarşı tərəfin geniş ərazilər tələb etməsi idi. Danışıqların aparıldığı bir vaxtda isə Osmanlı qoşunları Səfəvilərin ərazilərinə doğru irəliləyir və yeni ərazilər tutur və beləliklə deyir Məhəmməd Xudabəndə oğlunun xeyrinə taxtdan əl çəkmiş olur. Yəni söhbət Şah Abbasdan gedir, Şah Abbas hakimiyyətə gəlir. O da öz elçilərini Osmanlı sarayına göndərir və s. İndi deyir 28-də mənbədə bəhs edilən tarixdə hansı hadisəyə görə danışıqlar uğursuzluqla nəticələndi? Əvvəla biz tarixi biliklərimizdən bizə məlumdur ki, 1586-cı ildə Qarabağda Səfəvi ordusunun baş komandanı Xudabəndənin oğlu Şəhzadə Həmzə Mirzənin sui-qəsd nəticəsində öldürülməsi danışıqların uğursuzluqla nəticələnməsinə gətirib çıxarmışdı. 28-də bunu yazmaq olar. Səfəvilərin bəhs edilən müharibədə uğursuzluğuna səbəb olan xarici faktoru yazın. Xarici səbəblər də ola bilərdi, amma bir dənə xarici səbəb istəyir. Niyə deyir, bax bu dövrdə Səfəvilər Osmanlılarla müharibədə uğur əldə edə bilmirdi. Çünki əvvəla Səfəvilər 2 dənə cəhbədə mübarizə aparırdı. Şərqdən Şeybanilər hücum eləmişdi, Xorasan uğrunda bax, qəti mübarizə gedirdi. Həmçinin Osmanlının müttəfiqi olan Krım xanlarının da Azərbaycan torpaqlarına hücumu Səfəvlərin işini çətinləşdirmişdi. Bax, bunlardan birini yazmaq olar. 30-da da yeni Səfəvi hökmdarının, yəni Şah Abbasın Osmanlıya danışıqlarının nəticəsindən ikisini yazın. Şah 1-ci Abbas hakimiyyətə gəldikdən sonra deyir danışıqlar apardı və beləliklə 1590-cı ildə 1-ci İstanbul sülhü imzalanır. 1-ci İstanbul sülhü Səfəvilərin imzaladığı ilk və ən ağır şərtli müqavilə hesab olunur. Beləliklə İstanbul müqaviləsi nəticəsində Azərbaycan torpaqlarının böyük bir hissəsi itirildi və həmçinin 16-cı əsr Səfəvi-Osmanlı müharibələrinə son qoyuldu. 16-cı əsr Səfəvi-Osmanlı müharibələrinin ikinci mərhələsi başa çatdı. Bax, bu dediyimiz cavablardan da qeyd eləmək olar. Sizin də əlavələriniz, fikirləriniz olarsa aşağıda şərh bölümündə qeyd eləyin. Baxaq, müzakirə edək və bir daha bildirim ki, qarşıdakı Dövlət İmtahan Mərkəzinin sınaq imtahanında, digər qəbul imtahanlarının da ümumiyyətlə tarixlə bağlı çətinlik çəkdiyiniz bütün hissələrdən, bölmələrdən, mövzulardan ibarət video izahlar kanalımızda var və yeniləri də məhz video izahlar kanalımızda yerləşdiriləcək qarşıdakı tarixlərdə. Hər birinizə qarşıdakı imtahanlarda uğurlar. Videonu izlədiyiniz üçün təşəkkürlər. Videonu bəyənib dostlarınızla paylaşmağı unutmayın. Özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın.